Yaşılovada yenidən xoş gəlmisiniz. Şəhər merlərin razılaşması təşəbbüsünə qoşulub və 2030-cu ilə qədər karbon qazı emissiyalarını ən azı 35% azaltmağı öhdəsinə götürüb. Bugün Ivy, Alex, Scout və Luna enerjiyə qənaət edən binaları kəşf edəcəklər. İlk öncə onlar damında qara rəngdə günəş panelləri olan bir binaya yaxınlaşırlar. Alex qısa zamanda başa düşür ki, bu panellər günəş işığını udur və onu təmiz elektrik enerjisinə çevirirlər. Sonra Ivy başqa bir binaya tərəf çevrilir. Bu binanın bütün damı boyunca bitkilər əkilib, amma bu sadəcə bir bəzək deyil. Bu yaşıl dam binanın qışda isti və yayda sərin qalmağına kömək edir. Beləliklə bu, kondisionerlə havanı soyutmaq və radiatorlarla havanı isitmək üçün daha az enerji sərf edir. Daha sonra onlar tikilməkdə olan bir binaya çatırlar. Buradakı divarlar izolyasiya materialları ilə örtülüb. Scout görür ki, bu qalın divarlar soyuq günlərdə istiliyi, isti günlərdə soyuğu içəridə saxlayır. Beləliklə, isitmə və soyutma üçün daha az enerji sərf etməyə imkan verir. Luna tində yerləşən başqa bir bina görür. Təptəzə pəncərələri olan binanı. O izah edir ki, bunlar 2 qat şüşəli pəncərələrdir. Buradakı 2 şüşənin arasındakı boşluq xüsusi qazla doldurulur. Bu da evi qışda isti, yayda sərin saxlayır və il boyu bunu səssizcə edir. Bununla da Ivy, Alex, Scout və Luna sağollaşaraq bizə əl edirlər. Onlar günəş enerjisi haqqında daha çox məlumat əldə etmək üçün sabah sizinlə görüşməkdən ötürü həyəcanlıdırlar.